Əgər sən Allahı yadına salıb onu zikr edirsən, bil ki, əvvəl o səni yad edib. Deyirlər, bir nəfər həmişə Allah, Allah deyərdi. Bir gün şeytan ona dedi, sən ki, bu qədər Allah deyirsən, heç bir dəfə ləbbek eşitmisən, bu məyus oldu. Dedi, bu düz deyir. Mən ki, bu qədər Allah deyirəm, heç olmasa bir dəfə demir, ay mənim bəndəm, eşidirəm səni. Xızır Peyğəmbər gəldi yuxusuna, dedi, Allahdan sənə səlam var. Allah deyir, əvvəl mən onu yad edirəm, sonra o məni yad edib Allah deyir. Yəni, əgər biz Allahı yad edib Allah deyə biliriksə, bu o deməkdir ki, əvvəl Allah bizi yad edib ki, biz Allah demək tofiqin tapmışıq. Qorx o gündən ki, Allah yadına düşmür, Allahı zikr edə bilmirsən.